Ümidi ölən insanın hər şey ölür. Ümidi varsa diridir və inkişaf eləyəcək. Ümid ölməsin adamda gərək. İlahi, rəhm elə o kəsə ki, nəyi varsa ümididir. Ümidindən başqa heç nəyi yoxdur. Ancaq ümidi var. Ümiddən başqa heç nəyi yoxdur. Ümid hərəkət verici bir gücdür insana. Ümid möcüzələr yaradır. İnsanlar nəyə çatırsa ümidlə, inamla çatır. İlahi, o günahlarımı bağışla ki, ümidimi kəsir səndən. Ümidimi kəsir. Ümid kəsir nə mənada? Hansısa günah varmı ki, bağışlanmasın? Yox, vallah. Vallah deyirəm, yox. Çünki Quran deyir, İnnəllaha yəğfiru zunubə cəmi'a. Bunu yadda saxlayın. Hərdən mənə zəng gelirlər. Məsələn deyir, məni Allah bağışlayar, o xoşuma gəlməyən sualdır. Çox səhv sualdır, kökündən səhv sualdır. Allah məni bağışlayar sualı səhvdir. Allah hamını bağışlayar, özü deyib Quranında. Allah bağışlamağa fürsət axtarır. Bəs hansı günahlardır? Bəzi günahlar var ki, ümidi öldürür. O pisdir. Hansı günahdan sonra ümid varsa bağışlandın. Amma elə ki gördün ki, bağışlanmaram vəsvəsəsi, pıçıltısı qulağa gəlir. Bax, bu hal hamıdan betərdir.